Maraqlıdır. Deməli Ağdamda imarət kompleksində gəlib gəzərkən bir xanımla rastlaşdıq və bəlli oldu ki, bu xanım Ağdamın hələ işğal olunmamış dövrlərində burada işləyirdi. Özünüzü təqdim edin, zəhmət olmasa. Zeynalova Tamam Balay qızı. Zeynalova Tamam Balay qızı. Siz burada işləmisiniz? Buranın bəli ilk ekskursavodu mən olmuşam. Ay, nə gözəl. Amma indi mən şəhid anası olduğum üçün bizə buradan birinci paylanan evlərdən verdilər. Siz həm də Təbriz Bəhruz Zeynalov. Bəhruz Zeynalovun anası. Şəhid Bəhruz Zeynalovun anası. Şəhidimiz. Amma bura işğal olunandan sonra şükür Allaha da Ağdama qayıtmışıq. Bizə ev verdilər. O evə yığışdıq, elə yığışar yığışmaz ürəyim buranı çəkdi. Düzdür, mən buradan sonra gedib klub müdürü işləmişəm. Buradan çıxdım, amma ilk işçi burada olmuşam. Elə bütün qəlbim, sevgim də həmişə burada qalıbdır. Mən uşaqlar evdə işləyirdi, elə ürəyim istəyirdi ki, gedim görüm imarətdə nə var, nə yox. Girdim içəri, nəsə dedilər ki, icazə yoxdur girməyə. Da gərək icazə alasan. Özdə dedim ki, mən yeganə qalan işçi mənəm də buranın ilk işçisi olmuşam, həm də yeganə qalan işçi mənəm. Nəsə dedilər ki, yox, icazə yoxdur, bizə belə tapşırıblar. Qayıtdım, getdim. İndi gəlmişdik burada biraz oturmağa. Mən xahiş elədim ki, gedək mən oraları gəzim. Sonra gələk. Heç gözəl. Şükür Allah'a. Şükür, min şükür. Ağlamıyor. Qayıtmışıq, amma hamı köhnə xatirələr var da. Çox şükür. Elə bilirəm, heç Ağdam dağılmıyor. Şükür Allah. Hə, buranı görəndə elə bil. Kərim, qurbanlar verdik. Hamısı. Allah şəhid oğlunuza ruhu şad Torpağımıza eləsin. qurban. Təzə böyüyən övladlarımıza qurban. O vaxt ağlamayın. Səbirli olaq. Özümün asıl öyle. O vaxtı necə xatırlayırsınız buranı? O vaxt buranın o nətər deyək, çalçağır vaxtlarında neçənci illərdə işləmisiniz? Demək 86-dan 86-cı ildən hardasa 89-a qədər. 89-a qədər ekskursavod işləmişəm burada. Ondan sonra klub müdürü keçmişəm mən. Amma buranın elə ilkisi mən olmuşam ekskursavod. Səhv eləmirəmsə məndən əvvəl ekskursavod olmayıb. Məndən sonra da kim olub bilmirəm. Məndən sonra da işçi gəldi bura ekskursavod. Amma bizim dövrümüzdə burada xarı bülbül keçirildi. Səhv eləmirəmsə 89-da idi. 89-da idi, bəli. Beynəlxalq festivalı. Beynəlxalq səviyyəli bir xarı bülbül festivalı idi. O qədər böyük bir festival idi ki, dünyanın hər yerindən gəlmişdi o festivala. Dünyanın hər yerindən incəsənət xadimləri, ondan sonra böyük yazarlar, belə dövlət səviyyəli bir təşkilat, tədbir idi. Hə, onda yadımdadır ki, ən çox yadımda qalan xatirə odur ki, türklər gələndə, əsasən türklər gələndə atlarla gəldilər. Atları da onların o qədər gözəl bəzənmişdi ki, əllərimizdə qeyri-ixtiyari, mən də burada ekskursavod idim. Deyiklarım da buradadır, artıq onlar böyüyüblər. Ondan sonra Bəhruz balaca idi, onda o şəhid balam balaca idi. Ruhu şad olsun. Amin. Allah bütün şəhidlərimizin ruhu şad eləsin. Şaddılar, şükür Allaha. Əziyyətləri yerdə qalmadı. Əlimizdə güllər, yuyurduk türklərin qeyri-adi bir şey idi o. Hələ də o yadımdan. Qarşılamağa. Qarşılamağa yuyurduk, hə. Öz də qabaqda mən gedirəm. Onda da cavan idim. 30 yaşım var idi. 60-dan, 65-dən çox yaşım var. Qabaqda mən gedirəm. Heç mənə deyilmədi ha bu şeyi elə. Bu qeyri-adi içimdən gələn bir sevgi oldu. Yürürəm əllərimdə güllər. Mənim arxamcanda elə Ağdamların çoxu, buranın işçiləri. Baxdım ki, mənim arxamcan o qədər əllərində güllər, yüyürəm var türklərin üstünə. İnanın ki, onlar belə bir festival idi ki, onlar girişdən girirdilər, sonra fırlanırdılar. O vaxt bura futbol meydançası idi. Baxıram, görürəm ki,
futbol meydançası. İndi cıdır eləyibdilər də, bu Pənahalı xan eləyiblər, hə. dövründə də cıdır Hə, olubdu. belə hərrlənirdilər, oradan çıxırdılar. O qədər bir-birimizə sarıldıq ki, bu türklərlə. Bizim əlimizdə güllər, onlar da indi biz onlara sarı belə əlimizdə gül yuyururuq, onlar da bizə sarı. İnanın ki, o qədər qucaqlaşdıq ki, onlar axıra çıxa bilmədi. Elə ortalıqda oturduq, bir-birimizi o qədər qucaqladıq ki. Bu vaxtda da münasibətlər, aralar açılırdı yavaş-yavaş. Açılır, amma elə bir doğmalıq yox idi də, yəni çox yaxın deyildi, amma qəlbimizdə bir məhəbbət var idi də, nədən idisə. Heç bizə demədilər bunu belə elə. O vaxt Çimnaz müəllim idi, mədəniyyətin müdürü. Bəli, Allah Şöbə müdürümüz can də, sağlığı versin. Hə, amin, gözəl xanımdır. Elə gözəlliyin hələ də saxlayıb maşallah. Şöbə müdürümüz də Şahin müəllim idi. Sonra gəldilər, mənə dedilər ki, sən o kompozisiya kimi bir şey elədin, onu hardan hazırlamışdın? Mən özüm də klub tədbirləri rejissorluğunu qurtarmışam. Elə bu bir indi dindiyəm, o dinin özündə də o rejissorluğundan baxıram ki, o mənə yarayır, istifadə edirəm. Dedim vallahi heç kim mənə demədi onu, amma özüm qeyri-adi o bir-iki dəqiqənin içində o mənim qəlbimdən gəldi. Belə bir şey, kompozisiya kimi bir şey alındı, amma çox gözəl, möhtəşəm bir görüş alındı ki, bilmirəm, indi o qalıbdırsa, qalar inşallah ki, haradasa İnşallah qalar. Hə, onu baxsanız görərsiniz orada. Nə, bax indi nə istər keçirirsiniz? Artıq azadlıqda. İndi çox ağlamaq istəyirəm. Yox, ağlamaq qurtardı. Bilmirəm, sevincimdəndir yoxsa. Ağlamaq qurtardı. Heç özümü saxlaya bilmirəm. Amma sevinirəm, çox sevinirəm. Heç elə bilirəm ki, ağlama heç nə olmuyor. Elə bilirəm heç nə. Buradan baxanda hiss olunur. Binalar görükür yeni. İmarət bərpa olunur.